Azərbaycan çempionatında formada olan iki klubun Avropa uğrunda dueli Neftçi Turana qarşı. Siz kanalımıza abunə olun, biz isə bu maçın detallı analizini edək. İlk öncə turun cədvəlinə baxaq və cədvəldən gördüyümüz kimi bu oyun adi oyun deyil, bu çox strateji bir maçdır. Çünki Turanın qarşısında olan məqsəd ondan ibarətdir ki, komanda Neftçiyə məğlub olmasın. Çünki bu məğlubiyyət bir tərəfdən həm onun yaxınlığında olan Zirənin Turana çatmasına, həm də ən əsas mövsüm sonuna qədər götürsək, Neftçinin də potensial olaraq Avropaya imkan verən 4-cü və xüsusilə də Avropaya qarantili imkan verən 3-cü yer uğrunda mübarizəyə qoşulmasına gətirib çıxara bilər. Ona görə də Turanın əsas məqsədi bu maçda ən yaxşı bacardığı bir şey olacaq. Amma Turana keçməmişdən öncə gəlin bir qədər Neftçidən danışaq. Neftçidə nə baş verdi? Bir tərəfdən komanda formasını bərpa etməyə başlayıb. Bəzi hallarda çox inamlı qələbə oldu Araz Naxçıvan üzərində. Bəzi hallarda əslində qələbə olmamalı bir oyunda komanda qələbə qazandı Qəbələ ilə maçda və Şamaxı ilə də çox belə mübahisəli, xaotik və qalmaqallı oyun oldu. Hansında ki 93-7-ci dəqiqədə penalti qərarının nəticəsində Neftçi həmin maçda qələbəni əldən verdi. Amma onu da qeyd edək ki, həmin maç uzun müddət çox bərabər status quo-da gedirdi. İkincisinin ortasında Neftçi hesabda önə keçəndən sonra Şamaxı maçı geri qayıda bilir. Neftçi ikinci dəfə hesabda önə artırma vaxtının əvvəlində çıxa bilmişdi. Yəni komandada hələ də deməzik ruh axtarışı, amma oyun sisteminin oturuşması davam edir. Burada xatırladınızsa Neftçi haqqında da Qəbələ ilə maçdan öncə qeyd etdiyimiz kimi bir trend davam edir. O da cinahlardan balanslı yüklənmədir. Əgər rəqib öz qapısında avtobus parkovka edirsə, məsələn biz bunu ikinci sənin əvvəlində Şamaxıya qarşı gördük. Komanda hər iki cinahından yüklənmələrlə rəqibin müdafiəsini dağıtmağa çalışır. Amma normalda isə bu adətən bir cinahın yüklənməsi, o biri cinahın isə bir qədər geridə qalaraq hücumun ikinci dalğasına qoşulması sayəsində baş verir. Burada maraqlıdır ki, Neftçinin sol cinahı xüsusilə seçilir. Çünki sol cinahda həm Sekin hücum qatqısı kifayət qədər böyükdür, həm də Faraj daha nominal sol cinah vingeridir. Əgər Neftçinin cinahlarını götürsək, Faraj hətta Samir Abbasovun dövründə belə Neftçinin vazgeçilməz fiqurlarından biri idi. Məsələn, bu epizoda baxmaq kifayət edər ki, sol cinahın nə qədər orqanik şəkildə işlədiyini görək. Burada Sek, hansı ki sol cinah müdafiəçisidir, sol yarım cinaha daxil olur və əlbəttə ki, rəqibin müdafiəsində bir qədər xaosa səbəb olur və ardından cinaha pas gəlir ki, o pası da Faraj çox uğurlu şəkildə cərimə meydançasına göndərərək cərimə meydançasına ikinci dalğadan girən Emin Mahmudova assistentlik etmiş olur. Sağda isə bir qədər qeyri-müəyyənlik var, yəni daha çox deyərdik ki, Vernudub ideal cütlüyü axtarır. Onlardan biri müdafiədə 77 nömrəli futbolçu Sakodur, amma onun qabağında oyunun müxtəlif ssenarilərindən asılı olaraq Murad Məmmədov və ya Ştogrin sınanır. Potensial olaraq orada hətta Reza Balanı da sınamaq olar. Düzdür, Reza Balaya Vernudub, Samir Abbasovun ona inandığı qədər etibar etmir hələ ki. Neftçinin cinah oyunu rəqibə uyğun adaptasiya olunur. Gəlin iki maçdan screenshotlara baxaq və həm Sekin, həm də ki Sakonun meydanın harasında olduğunu görməyə çalışaq. Gördüyümüz kimi Qəbələ maçından, bu isə Kəpəz oyunundandır və gördüyümüz kimi rəqibin hansı cinahdan açılacağından asılı olaraq Yuri Vernudub da həmin cinahı hədəfləyir. Turanla maçda bizim gözləntimiz odur ki, hər iki cinah işləmək məcburiyyətində qalacaq. Çünki Turan kifayət qədər etibarlı şəkildə müdafiə olunur. Yarı müdafiəyə gəldikdə isə Neftçinin adət taktikası 4-2-3-1 olsa da Vernudubun rəhbərliyi altında bu build-up fazasında dəfələrlə 4-1-4-1 olur. Burada çox vacib olan element Matthewdur, hansı ki həmin o 4-1-də, həmin o klassik 6 nömrə mövqeyində oynayır. Emil Səfərov onun üzərinə çıxır, amma yenə də 6-8 nömrə mövqeyində oynayır. Əsas məqsəd ondan ibarətdir ki, komandanın ən yaxşı oyunçusu, ən böyük belə işləyən beyni olan Emin Mahmudov mümkün qədər çirkli işdən azad olunsun və rəqibin cərimə meydançasına, hücumun ikinci dalğasına daxil olsun. Bunun üçün də Neftçidə kifayət qədər alətlər var. Nəzərə alsaq ki, Sambo və ya Abubakar öz cərimə meydançasında sürətli hərəkəti ilə, xüsusilə də bu Samboya aiddir, boşluqlar yaradır və Emin Mahmudov da bu boşluqlara kifayət qədər effektiv şəkildə girib qol epizodlarında fərqlənə bilir. Bayaq gördüyümüz misaldakı kimi. Və bütün bunların qarşılığında əlbəttə ki, Neftçi hələ də inkişaf etməkdə olan layihədir. Ona görə də Neftçiyə ümumiyyətlə psixoloji üstünlük də lazımdır. Psixoloji üstünlüyün ən ideal vasitəsi isə əlbəttə ki, 3-cü yerdə çox möhkəmlənmiş bir rəqibə qarşı qazanılacaq potensial qələbə ola bilər. Çünki Neftçi itirilmiş xallara görə Turana biraz da yaxınlaşa bilər. Düzdür, həmin oyun Qarabağa qarşı olacaq, amma bu oyun ayrıca bir oyun olacaq və onun haqqında ayrıca bir analiz çəkəcək. İndilik isə gəlin gedək Qurban Berdiyevin komandasına. Xatırlayırsınızsa biz elə fasilədə etdiyimiz analitik videomuzda demişdik ki, biz Turandan müdafiə performansı
komandanasının etibarlılığını və bunun davam edəcəyini gözləyirik. Əvəzində isə Turanın oyunu bir qədər yuxarı qaldırması lazım idi. Çünki Turan build-upda həddindən artıq passiv idi, həddindən artıq arxada build-upı başlayırdı. O yüzdən də rəqib qarşısında kifayət qədər təhlükəli epizodlar yarada bilmirdi. Qurban Berdiyev mövsümün ikinci yarısında bu problemi əslində universal ikili formasiyadan bir oyunun içində istifadə etməklə cavab vermiş oldu. Bunlar adətən oyunun müəyyən fazlarında komandanın taktikasının 5-3-2 qalması, bəzi fazlarda isə 3-4-3 taktikasına keçid etməsindədir. Komanda build-up'ı birmənalı şəkildə 3-4-3 taktikasına edir və burada bölgü əslində çox bəsit, çox sadədir. 3 mərkəz müdafiəçisindən aralanan cinah müdafiəçiləri bir qədər yuxarı qalxır. Əgər cinah müdafiəçiləri çox yuxarı qalxırsa, dayaq müdafiəçiləri bir qədər aşağı düşür və komandanın ən vacib silahlarından biri olan Ayxan, hansı ki normalda 5-3-2-də ikinci hücumçudur. Lakin komanda 3-4-2-1 taktikasıyla oynayanda Ayxan 10 nömrə mövqeyində başlayaraq özü də həm sol, həm də ki sağ cinahda bunu eyni dərəcədə effektivliklə edir. Cərimə meydançasına ikinci dalğadan girir və bu da əslində Turanın hücum oyununda bir qədər mürəkkəbliyə gətirib çıxarır, sözün yaxşı mənasında. Çünki xatırlayırsınız, əgər Jo və ya indi Vaco oynadıqda sadəcə olaraq klassik Taran tipli 9 nömrələrdir. O futbolçunun ən böyük üstünlüyü ondan ibarətdir ki, arxası qapıya və rəqib müdafiəçilərinin gövdəsi ilə neytrallaşdıraraq topu qəbul etsin və sonra sağ-sola pas atsın. Burada isə həm Vac və ya Jo'nun pas kanalına birbaşa Ayxan çıxa bilir, həm də ki uzun vertikal ötürmələri o da qarşılaya bilir. Üstəlik nəzərə alsaq ki, bir hücumçu Taran tiplidir, yəni bir qədər statikdir, yəni avtomatik olaraq iki müdafiəçinin özünü cəlb edir. Ayxan sürətli cərimə meydançasına girişlərlə Turan üçün kifayət qədər təhlükəli epizodlar yarada bilir və mövsümün ikinci yarısında Turan bu elementdən kifayət qədər qol epizodları və qollar yaradıb. Gəlin bir neçəsinə baxaq. Misal üçün gördüyümüz bu epizodda Qurban Berdiyevin kanonlarına görə komanda çox vertikal oynayır və burada Ayxanla Vaci hücumdadır. Bu epizod cüzi ofsayda görə ləğv olunacaq, amma əsasən sxemin, mexanizmin necə işləməsi ilə bağlı sizə bir qədər informasiya verir. Digər epizodu isə yenə də gördüyümüz kimi Batista ilə Ayxandır. Burada onların qarşısında Ozobiç var. Ozobiç nominal olaraq 10 nömrə funksiyasını yerinə yetirir. Biz bayaq dedik ki 3-4-3 ilə və ya 2-1 ilə Turan hücum edir. Burada hücum fazasında əslində komandanın hücumu dönür 5-3-2-yə və orada hətta deyərdik 5-2-1-2-yə. Yəni orada Ozobiçin funksiyası nədən ibarətdir? Ya Ayxan cinahları çəkilərək oradan qol epizod yaratmağa çalışır, ya Ayxan Vaci və ya Jo ilə yanaşlı ikili hücumçunun o ikilisini təşkil edir. Nəticədə ən azı bu məcbur edir ki, rəqibin 3 müdafiəçisi onlarla birlikdə aşağı düşsün və onların arxasındakı xəttə Ozobiç möhtəşəm şəkildə girir. Gəlin bu epizoda baxaq. Bu epizodda gördüyümüz kimi Zirənin man-marking problemi var. Man-marking işləmir və bu man-markingin, yəni oyuncu tutmağın işləməməsi əsas səbəbi Ayxanın hərəkətidir. Baxın, Ayxanla əvvəlcə Jo rəqibin müdafiəçilərini aşağıya çəkir. Beləliklə intensiv pressingi bir qədər zəiflətmiş olur. Eyni zamanda bu epizodun içərisində Ayxan sol cinaha çəkiləcək, özü ilə mərkəz müdafiəçini aparacaq və onun yerinə cərimə meydançasına Ozobiç girəcək. Baxmayaraq ki, Ayxanın pas atdığı anda say etibarilə Zirə futbolçuları üstünlük təşkil edir. Amma bu bir tərəfdən Turanın ev tapşırığıdır, hansına ki komanda hazırdır. Ozobiç ikinci xəttdən gələrək ikinci hücumçuya çevrilir. Amma digər tərəfdən isə Zirədə həyəcan siqnalı çalınır. Komanda müdafiədə xaosdadır, kimin necə tutacağını bilmir və nəticədə qol gəlir. Digər epizod isə ümumiyyətlə Turanın həm də 3-4-3 formasiyası ilə necə hücum qurduğuna bir illüstrasiyadır. Bu Turanın Zirəyə vurduğu o biri qoldur və bu qolda da gördüyümüz kimi top hələ ki meydanın Turana aid olan hissəsindədir. Burada 2 Turan futbolçu 4 Zirə futbolçusuna qarşıdır. Yenə də Zirə klassik man-marking, yəni adam tutmaq, pressingdən istifadə etməyə çalışır. Amma bu işləmir. Çünki baxın, ortada olan Turanın futbolçusu Serrano bomboşdur və Rəhim Sadıxov Serranoya pas atmaq üçün və bu pas kanalda bağlanmayıb, sadəcə olaraq Rəhimə 1-2 addım atmaq lazımdır ki, düzünə bir pas atsın. Rəhim də bunu edir. Rahat şəkildə Serranoya pas atır və bundan sonra yenə də artıq hücumun ikinci fazasında Turanın Zirə üzərində kifayət qədər üstünlüyü var. Nəzərə alsaq ki, Qurban Berdiyev nə qədər perfeksionist, nə qədər oyun mexanizmlərini çox işləyən məşqçidir. Bu işləyən mexanizm əlbəttə ki, say bərabərliyi əldə
etdiyi təqdirdə Turanın xeyrinə gətirib çıxarır. Sizin əlbəttə ki, bir Turan azarkeşi olaraq sualınız ola bilər ki, yaxşı, komanda bir tərəfdən sabitləşir, ikinci dövrədə faktiki olaraq qapısından qol buraxmır, amma İmişli ilə olan maçda niyə oyun belə qurtardı? Əslində sadəcə olaraq XG xəritəsinə baxsaq görərik ki, bu maçda Turanın bir qədər bəxti gətirmədi. Komanda kifayət qədər qol epizodu əldə etdi ki, rəqibini məğlub etsin. İroniya ondan ibarətdir ki, Turanın darmadağın etdiyi Qəbələ ilə maçda komandanın XG-si 1.76 idi, amma həmin maçda komanda harca rəqibi də eyni dərəcədə qol epizodları yaratmışdı. Burada isə Turan 2 qoldan artığına yaratdı, amma İmişlidə bu göstərici 0-10 idi. Yəni klassik olaraq avtobus parkovka etməyə gəlmiş komanda idi. Deməyək ki, bu avtobusu dağıtmaq Turana mümkün olmadı. Hesab olaraq bəli, amma oyun olaraq Turan əlbəttə ki, başqa cür oyun ssenarisində bu rəqibinə qarşı ən azından bir qol vurmalı idi. Hətta həmin maçda bir qol vurulsa da ofsayda görə sayılmamışdı. Neftçi ilə maçda əlbəttə bir qədər fərqli oyun olacaq. Biz Neftçi ilə Turanın qarşılaşmasında bir qədər ehtiyatlı başlanğıc gözləyirik. Neftçinin bir qədər balanslı, yəni bir cinahla hücuma keçəcəyini gözləyirik. Əgər Sakozadədən qayıtmasa, onda çox güman ki, Neftçinin əsas stavkası sol cinaha veriləcək. Neftçinin yenə də build-up'ında 4-1-4-1-i daha çox gözləyirik. Çünki nəzərə alaq ki, Turan hazırda topsuz 5-3-yə oturursa, topla həmən 3-4-3-ə qalxmağa çalışır və bu mexanizm artıq işləməyə başlayıb. Günün sonunda nəzərə alsaq ki, və biz bu komanda haqqında, Zirə haqqında növbəti turda geniş danışacağıq. Zirə də o qədər yaxşı performans ümumiyyətlə oyun olaraq göstərmir bu mövsümdə. Ona görə biz rahat şəkildə deyə bilərik ki, Turanın əsas məqsədi Neftçi ilə maçda minimum tapşırığı yerinə yetirərək məğlub olmamaqdır. Siz necə fikirləşirsiniz? Bu maçda komandalarına hansısa biri qələbə qazanaraq Avropa iddiasını sürdürməkdə davam edəcək, yoxsa iki bərabər səviyyəli komandanın duelində elə bərabərlikdə qeydə alınacaq? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə, ənənəvi olaraq like düyməsini sıxaraq kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.